Sizin kimi yaşamaq çox çətindir. Yəni nə baxımdan Ən deyirəm? asanı budur mənim üçün. Sizin üçün. Yəni mən misal üçün sizdən gözlədiyim nədir Müşməlim? Yəni bir oyanış, özünü tanı mesajlarını verirsiniz. Aha. Amma yaşamaq üçün təklif elədiyiniz formul bu kütlə üçün, bu insan üçün, yəni o mərhələyə çatmalıdır ki, sizin formulunuz işləməyə başlasın. Mən belə düşünürəm. Yəni bu baxımdan deyirəm ki, yəni misal üçün deyək ki, indi bu ağlıma gəldi bunu deyirəm. Məsələn, seçim eləyəndə səni tapacaqlar. Yəni təbii ki, yəni geniş mənada mən sizi başa düşdüm, dərin mənada mən sizi başa düşdüm. Amma bir orta məktəb məzunu bir qızın seçim qarşısında qalmağında, məsələn, ona evdən deyək ki, 5-6 nəfər tövsiyə ediblər. Və formul yoxdur ortada və o da o mənəvi dərinliyinə hələ çatmayıb. Soruşsun ağıllı adamlardan, ətrafındakı bütün insanlardan soruşsun, Allahından soruşsun, yuxuda ona bir şey göstərər. Bax onu deyirəm ki, bax cavab gələcək. Siz belə, məsələn o sualı mən sizə belə verdim ki, yəni səhv yazmaqdan qorxmursunuz ki. Yəni 18 yaşında rayonda, yəni heç bir nə bilim fərqli sosial mühit görməyən birinin o ilahi mesajı yazması çətin olmayacaq ki. Taleyi oxumaq deməkdir. İnsanın müdrikləşməsi. Bunu çətin yazmaq, burada yanılmaq təbii ki var. Yuxuların yazılmasına bənzəyir, Yusifi xatırlayın. Yuxuları yazmaqda ustalaşacaqsan. Müdrikləşəndə simvolizmi açmağı öyrənəcəksən. Müdriklik bundan sonra gəlir adama. Bu cəhəti olmayan adam üçünsə həmişə hüsran var, həmişə səhv var. Başa düşdüm.